Təqva orucun fəlsəfəsi budur, orucun zəxirəsi budur. Ya eyyuhəllezina amanu kutiba aleykumus siyam kəmə kutiba aləllezina min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, oruc sizə vacib edildi, sizdən əvvəlkilərə vacib edildiyi kimi bəlkə təqvalılardan, pəhrizkarlardan olasınız. Oruc yəni pəhriz. Pəhriz yeməkdən pəhriz yox, yəni günahdan çəkinmək, xoşa gəlməz əməllərdən çəkinmək. Təqvanı belə məna ediblər, belə izah ediblər ki, bir qaranlıq gecədə, tikanlı, kollu səhrada insan yol gedir, necə diqqətlə yol gedər. Ətəyini yığar, ayaqlarını elə atar ki, tikan batmasın, tikan ona ziyan toxundurmasın. Təqva budur, diqqətlə yaşamaq, diqqətlə. Həyatın hər anında diqqətli olmaq,